etmişəm. Hakimiyyətə Hari Trümeni 45-63, 45-48 vitse-prezidentlik dövrüdür. Deməli, onun yeni xətt siyasətinin davamı idi, hansı ki Franklin Roosevelt'in ədalətli xətt siyasəti Hari Trümeni oradan məşğuliyyətinə diqqət yetirdi. İqtisadiyyat dinci yolla deməli uyğunlaşdırılırdı. Hansı ki tətil hərəkatına qadağa qoyulurdu. Yəni tətil hərəkatı olmazdı. Tat Parti qanunu isə bunu Konqres özü qəbul edir. Əslində Trümen qəbul eləmir. Sosial əmək münasibətlərinin kəskinləşməsinə görə qəbul edilir və Həmkarlar İttifaqının fəaliyyəti münasibətləri tənzimlənir və müəyyən etmiş vaxtlardan fərqlidir. Tətil eləmək qadağan edilirdi. Müharibədən sonra da ABŞ-ın siyasi həyatı artıq yaxşılaşırdı, çünki 2-ci Dünya müharibəsində varlanan dövlət idi və hakimiyyət uğrunda mübarizədə yox idi. Bu zaman isə deməli qanun qəbul edilir ki, 2 dəfədən artıq ard-arda prezident seçilə bilməzdilər. İqtisadiyyatın davamlı inkişafını təmin etdi və sığortanı tənzimlədi. Az gəlirli ailələr kömək etdi. Kommunizmin təhlükəsinə qarşı da mübarizə aparılırdı. Senatın da təşəbbüsü ilə deməli müxalifətə qarşı mübarizə artırdı. ABŞ əhalisini kommunist təhlükəsindən qoruyurdular və azadkeşikli insanlara qarşı geniş miqyaslı təqiblər aparılırdı. Deməli Trümenin xarici siyasəti isə atom diplomatiyası adlanırdı. ABŞ Avropadakı mövqeyi də güclənmişdi. John Kennedy ilk katolik prezident idi. Nətəlyada Saxis K, Kennedy'də də K var, katolikdə də K var. İlk katolik prezident idi. Qaradərlilərin təqib edilməsini qadağan edir. SSR-in əks təbliğatına gedir. SSR-ilə normal münasibətlər saxlayır. Yeni hüdudlar doktrinasını qəbul edir və kommunizm təhlükəsinin qarşısını alır. Latin Amerikasındakı maliyyə yardımda göstərir. Deməli Xruşovla da razılaşmaya görə böyük miqdarda fəlakətin qarşısı alınır. Çünki hər iki tərəfində atomu var idi. 1963-də isə SSR, ABŞ və İngiltərə 11-ci sinifin dərsində var ki, müqavilə bağlı ilə su altında atmosferdə nüvə silahlarının test edilməsi qadağan edilir. 63-də Dallas şəhərində imzalanır. Deməli və burada Lyndon Johnson daha sonra hakimiyyətə gəlir. Lyndon Johnsonun dövründə cinsi ayrı-seçkiliyə son qoyulur. Bu yeni 9-cu sinifin dərsliyində yazılmışdı, hansı ki bu Lyndon Johnsona təsadüf edir. Lyndon Johnson dövründə də qaradərlilərlə yaxşı münasibət qurmağa çalışırdılar və onun daha sonra isə öldürülürlər. Lyndon Luther Kingin yürüşlərinin nəticəsində ölür. Ondan sonra isə Lyndon Johnson qaradərlilərlə qaradərlilərə bərabər hüquqlar verir. Lyndon Johnsonun yanında yaxın şərqdə İsrailin tərəfini tutur və Vyetnamı bombalayır. SSR-yə qarşı apardığı Vyetnam müharibəsində isə məğlub olur, geri çəkilir. Richard Nixon hakimiyyətə gəlir, deməli 1968-ci ildə və Vyetnamda məğlub olma bunun dövrünə düşür. Müharibənin başlaması isə bayaq qeyd etdiyimiz kimi Lyndon Johnsonun dövrünə düşür. Daha sonra isə Vyetnamın oradan geri çəkməsi nəticəsində fəlakətin qarşısını aldığı üçün onun nüfuzu yüksəlir. Məğlub olur, müharibə başa çatır. Vyetnam müharibəsinin 100 həyata keçirilir, qocalmağa görə verilən təqaüdlər artırılır. Daha sonra isə Ronald Reagan hakimiyyətə gəlir. Ronald Reaganın dövründə deməli respublikaçılar qalib gəlir. Reqonomika siyasəti və özəl sektorda dövlət nəzarəti azalır. Az gəlirli ailələrin vergi verməyi qadağan edilir. İşsizliyə görə müavinət də qadağan edilir. İnflyasiya, işsizlik də aradan qaldırılır. Daha sonra isə SSR-ilə münasibətlər nizamlanır və hakimiyyətə George Bush, yəni ata George Bush hakimiyyətə gəlir. Bunun dövründə isə respublikaya nüfuzu artır, xarici siyasət uğurlu olur. 89-da Panama yürüş eləyir və onun sülh danışıqlarının bərpası uğurlarındandır. Yəni sülh danışıqlarını bərpa eləyir, savaşa son qoyur və 92-də Bill Clinton qalib gəlir, hakimiyyəti ələ keçirdir. Deməli, dövlət idarəçiliyi xərclərini də azaldır. Roosevelt'in deməli xəttini davam etdirir Bill Clinton. Daha sonra isə oğlu George Bush hakimiyyətə gəlir. Burada ilk dəfə təbii ki də demokratikliyinə olmadığını sübuta yetirir. Çünki hər iki tərəfin bərabər sayda səs verildiyi halda qarşı tərəfin bütün səsləri onlara oğlu George Bushun səsləri qalib gəlmiş olur. Yəni hakimiyyətə oğlu George Bush ələ keçirilir və bunun dövründə də daxili təhlükəsizlik möhkəmlənir, terrorla mübarizə aparılır, vergilər aşağı yuxarı hədləri müəyyən olunur. Daha sonra Taliban Əfqanistanda kütləvi qırğın həyata keçirir, Saddam Hüseyni dəf eləyir. Barack Obama hakimiyyətə gəlir və o ilk qaradərili ABŞ prezidenti idi. 2008-də prezident seçilmişdi. Taliban rejiminə son qoyulur bunun dövründə. Donald Trump 2016-da gəlir. İran Şimali Koreya Rusiya ilə münasibətlərini nizamlamağa çalışır. Şimali və Cənubi Koreya ilə münasibətlərini nizamlamaq istəsə də uğursuz olur və Rusiya-Ukrayna savaşında da Ukraynanı dəstəkləyir. Növbəti izahımızda görüşənədək.